Əzizlərim, hər birinizi xoş gördük. Bugün sizinlə Balidən, arxamda möhtəşəmdir, simvolizmdən, istirahət, daima günəş ab-havasından salamlayıram. Bugünkü videoda mən sizinlə şamanizm xəstəliyindən danışacağım, əzizlərim. Bu türlü olacaq videolar çox uzun müddətdir ki, mənim kanalımda yoxdur. Ümumiyyətlə, yəqin ki, şamanizm haqqında eşitmişik və şamanizmin, belə deyək də, insana həqiqətən də ruhlar tərəfindən verildiyini və ya nəsilləri tərəfindən, necə deyərlər, təbii şəraitdə özündə yaranmış bir, belə deyək də, proses anlayışıdır. Təbii ki, çox dərin məqamları var. Bugünkü videoda ilk öncə olaraq, əzizlərim, bilməyiniz lazımdır ki, mən bir psixoloqam, yəni profesional olacaq, diplomlu və sənətli, necə deyərlər, psixoloq, yaşam koçu, numeroloq, talih matritsası üzrə mütəxəssis, astroloq və ailə dizimi üzrə mütəxəssisəm, əzizlərim. Çünki bütün bunların hər birini ilk öncə olaraq oxumuşam, öyrənmişəm. Özümün ustadlarım, müəllimlərim, sənətlərim, diplomlarım, sertifikatlarım, necə deyərlər. Bunlar hər biri öz qaydasında və artıq, belə deyək də, tam 9 ilə yaxın olacaqdır ki, profesional fəaliyyətdəyəm ki, tete-tet insanları qəbul edirəm, insanlarla işləyirəm və həmçində təlimlər, haradakı Ali Magiya Akademiyasında, Psixologiya Akademiyasında, Ruhu Yanış Məbədi, Talih Matritsasında çoxlu, belə deyək, tələbələrim olubdur, yığımlar olubdur və hələ də bu fəaliyyət indi də Ali Magiya Akademiyasında davam elətdirirəm. Mənim ilk öncə olaraq şamanizmlə tanış olmağım, əzizlərim, çox, belə deyək də, fərqli və mistik yollarla baş verir. Təbii ki, şamanizm haqqında mən çox eşitmişdim, şamanizm haqqında bilirdim, amma bir türlü mənim həyatımda, belə deyək də, özün əksini tapmırdı. Mənim öz axtarışlarım, ilk məni, belə deyək də, axtarmağa başladığım anlar uşaqlıqda baş verir ki, harada ki, mən ilk öncə olaraq Tanrını bir şəxsiyyət kimi qəbul etmək istəyirdim ki, niyə məhz yaradılış bu şəkildə yaranıbdır ki, Tanrı göylərdə bir ağsaqqal kimi əyləşibdir və yer üzündən bizi bu şəkildə idarə edir və mənə can sıxıcı və maraqsız gəlmişdi. Mənim üçün Tanrı şəxsiyyət olmalıydı, onun adı olmalıydı, forması olmalıydı, daima cavan idi və daima oynayan, deyən, gülən, şən, zarafatçıl, harada ki, mən ondan ünsiyyət qura bilirəm. Mənim üçün Tanrı anlayışı uşaqlıqdan buydu, əzizlərim. Və bunu ilk öncə olaraq 12 yaşımda İsa Məsihin, belə deyək, İsa Peyğəmbərin INS TV-də baxdığım filmindən sonra mənim, belə deyək, xalalarım var ki, hansı ki, Moskvada Yehovanın Şahidləri Cəmiyyəti var ki, hansı ki, İsa Məsihin ardıcılarıdırlar. Və o cəmiyyətin üzvüdülər və mən xalamdan xahiş elədim ki, mənə müəllimlər göndərsin Azərbaycanda kimlər varsa və mənim yanıma, belə deyək də, həmin artıq cəmiyyətdən hər zaman 2 xanım gəlirdi və mən, belə deyək, Bibliyanı oxuyurdum, Tövratı, Zəburu, İncili, imtahanlar verirdim, necə deyərlər, sonra isə xidmətlərə çıxırdım, insanlarla təbliğ edirdik, müəyyən saatlarımız var idi, onları qeyd edirdik, xidmət saatları və ondan sonra isə bu prosesdən, belə deyək də, müəyyən bir suallarım yaranmağa başladı, inkişaf etdikcə, hətta vəftiz belə oldum, necə deyərlər, spesialli pioner bizdə deyir, statusu var idi ki, daha çox saat verər insanlara sevirlər. O vəziyyətə də gəldim, çatdım, amma ondan sonra hiss etdim ki, nəsə mənim içimdə, belə deyək də, müəyyən suallar var ki, hansı ki, yerini tapa bilmir. Və ona görə həmin cəmiyyətdən yavaş-yavaş ayrılmağa başladım və həmin dövrlər mənim Azərbaycanda Rəssamlıq Akademiyasında Sənətşünaslıq fakültəsində oxuduğum illəri idi, yəni çox gənc bir vaxtlar idi. 12 yaşından, belə deyək də, instituta daxil olacaq bir dövrə qədər İsa Məsihin ardıcıl olmuşam və İsa Məsihin həyatını Tövratdan, Zəburdan, İncildən oxuyaraq, təbliğ edərək xidmətlərim olubdu. Sonra isə institutdakı olduğum dövrlərdə artıq, hardasa sonuncu kurslar, 3 və 4-cü kurslarda həyat məni çox möhtəşəm bir xanımla, Ellada xanımla tanış eləyir. Əgər izləyəcəksə səni salamlayıram, əzizim. O mənə məsləhət görür ki, Rəna, mən istəyirəm ki, səni bizim Qara-Qarayevdə bir Krişnait məbədi var və sən onu dəvət etmək istəyirəm. İstəyirsən, gəl gedək. Və təbii ki, mən hər şeyə çox açıq insan, razılaşıram və onunla birlikdə biz yola düşürük Qara-Qarayeva. Və əzizlərim, qısaca bir dənə deyir, əlavədən, haşidən çıxaq ki, Krişnaizm məbədinə getməmişdən qabaq, mən institutda oxuduğum vaxtlarda metronun kənarında həmin, belə deyək də, məbədin üzvlərindən biri kitab, belə deyək, təbliğatında, yəni kitabı satırdılar, sunurdular. Və mən də yəni gördüm ki, köhnə olacaq kitabdır və çox yaxınlaşdım, maraqlandım.
Və başladı mənə kitabı izah etməyə ki, bu çox gözəl bir kitabdır. Yəni burada Allah ali şəxsiyyət, Krishna belə deyək də haqqında danışılır, təsvir olunubdur. Və açdım təsvirə baxdım ki, yəni burada Allah ali şəxsiyyət, cavan bir oğlan, masmavi necə deyirlər formalarda. Bu kitaba aşiq oldum və neçəyədir? 8 manat o saat pulunu verdim, necə deyirlər. Və gəldim evə əzizlərim. Bu kitabı açdım. Bu kitabın içərisində Tanrıdan bəhs olunurdu. Tanrı daima cavan oğlandı, daima gözəldi, daima şəndir, əhvaldır və mən tapdım. Necə deyərlər, istədiyimi, axtardığımı tapdım. Və təbii ki, bunu artıq kitabı qoydum ki, nə zamansa bu kitabı oxuyacağım rəfdə və üstündən zaman keçir və Allah da məni həmin Krishnaitlərin məbədinə gətirir. Və təbii ki, Krishnaizm məbədi Qara Qarayevdəki olacaq yer mənim belə deyək də çox möhtəşəm bir ruhani yolculuğumun başlanğıcı olur ki, mənim çünki bir çox dərin suallar, bir çox özünü dərk etmə və sanki içimdə daşıdığım çox dərin bir qaranlıq və boşluq dolmuş bir haldaydı. Və o, belə deyək də, etaplar, periyodlar mənim həyatımda ən möhtəşəm, belə deyirəm, bu anda dağlaya da bilərəm, ən möhtəşəm olacaq dövrlər idi. Harada ki, mən artıq, belə deyək də, bhakti yollarını öyrənməyə başlayırdım Tanrıya, sonsuz, əvəzsiz, saf sevginin, belə deyək də, öyrədilməsi, qəbul olunması, onunla yaşanılması, onu öz reallığına gətirmək, harada ki artıq vegetarian olmağa qərar verdim. Gündəlik, belə deyək də, zikir məqamları, harada ki Tanrının müqəddəs adlarını 4 saat, belə deyək, zikir edirsən və həmçinin məbəddə olmaq, belə deyək, Bhagavad Gita'nı oxumaq, övliya şəxsiyyətlərlə, sadhularla ünsiyyətdə olmaq və mənim, belə deyək də, böyük bir oyanışım, orada həqiqətən çox böyük bir xidmətlərim, harada ki biz teatr səhnələri qoyurduq, ruhani, belə deyək, əsatirlərdən alınmış. Və təbii ki, həmin dövrdə artıq mənim özümün içində yenə həmin proseslər başladı ki, harada ki mən hiss elədim ki, deyəsən burada da belə deyək proseslər bitir və həmin ərəfələrdə belə deyək çox möhtəşəm bir yuxu görürəm əzizlərim. Bu yuxu belə deyək mənim artıq Krishnaizmdəki olacaq özümü dərk etmək, ruhani yolculuğum, Tanrını dərk etmək və digər levelə qalxacaq bir səviyyə idi ki, bu yuxu mənə belə deyək agahda gəlir ki, mən görürəm ki, qarşımda çox böyük bir bina dayanıbdı və bu binanın içərisinə mən daxil oluram və binanın düz yuxarı mərtəbəsinə çatıram. Və yuxarı mərtəbəsində isə mənim realdan tanıdığım 2 dənə, belə deyək, məbəddə də tanıdığım, onlarla hətta işlədiyim insanlar var idi ki, xanım və bəy. Və bunlar yuxarı mərtəbədə dayanıblar və ətraf tamamilə bolluq bərəkətdir. Yəni, düşünün ki, aeroportun o texinə düşmüşəm, yəni bolluq bərəkət, hər şey oradadır. Və mənə deyilir ki, ürəyin nə istəyir, seç, yəni, buradan götür. Mənsə, yəni sadəcə olaraq mənə nə ehtiyac var idi, onu götürürəm və deyirəm, yəni təşəkkürlər, buna sadəcə ehtiyacım var idi. Minnətdar oluram və liftlə düşməyə başlayıram və liftlə düşdüyüm məqamda lift dayanır. Və birdən liftin qapısı açılır və mən liftdən çıxıram və görürəm ki, binanın koridorundan o tərəfdən bir dənə qapı açılır, işıqdan kimsə, belə deyək, bir bəy, cavan bir bəy gəlir. Saçları sarışın, başında kepqa, belə deyək, kapüşon anlayışında və üzünü görsətmir. Və mənə söylüyor ki, sən 13-cülərdənsən. 13-cülər anlayışını eşidəndə və mən ona söyləyirəm ki, sən də deyəsən onlardansan. Və yuxuda başa düşür ki, sanki mən onun kim olduğunu anlayıram və bunu bilən kimi yox olur, çıxır, gedir. Və mən yuxudan ayıram. Və bu yuxu məni həddindən artıq, necə deyərlər, düşündürür. Bunun cavabları nə idi? Çünki realda yaşanmış kimi bir, belə deyək, proses idi. Yəni, artıq astrala çıxış anlayışı idi. Və mənim yaxın rəfiqəm, bu yuxunu ona danışıram. O da mistik yoga ilə məşğul olur, özünün kanalcılığı var, yəni yüksək qüvvələrlə ünsiyyətdə olur. Və o məni gətirir, belə deyək, yenə Qara Qarayevdə olacaq bir yoga ustası var, belə deyək, Eldəniz müəllim, Eldəniz adı Gözəlov. Və mən ona bu yuxunu danışıram. Və ilk öncə olaraq mən ona bu yuxunu danışanda onun içərisində bir reaksiya yaranır ki, o sus, bunu hər yerdə demək olmaz, bu çox sirlidir, bilgidir. Mən isə heç nə bilmirəm əzizlərim. Yəni deyir, saf, avam, qapı tuk-tuk, açın gəlsin anlayışında. Yəni baxıram ki, nə deməkdir? Mənim üçün bu bir yuxu, bir cəfəngiyat kimi səslənir, amma insanın reaksiyası təbii olaraq ki, yəni sus, bu sirlidir, sehirlidir. Bu 13-cülər, xüsusi ruhani döyüşçülər kastasıdır ki, onlar həm qaranlığa girə bilirlər, həm işığa girə bilirlər və bu güclərini özündə saxlayırlar və çox yüksək bir, belə deyək, mərtəbəni bildirir. 13-cü sevgi məqamı, saflıq, sonsuzluq, azadlıq məqamı anlayışı. Və ondan sonra, belə deyək də, mənim yoga ilə artıq başlayıram məşğul olmağa, Eldəniz müəllim
müəllimi yanında professional şəkildə artıq mənə yoqanı öyrədir. 6 ay demək olar ki, mən yoqa ilə çox professional şəkildə Eldəniz müəllimlə məşğul olduq və Eldəniz müəllim nəinki yoqada artıq mistik bir ruhaniyyət yoqasında müəyyən bilgilər verirdi və həmin ərəfədə də əzizlərim mənim psixologiya institutunu bitirmiş, belə deyək, Krishnaizmdə olacaq və professional psixologiya ilə məşğul olacaq dostlarım mənə psixologiya məktəbini, institutunu Rusiyada məsləhət görürlər. Çünki həmin dövrlər mən artıq sənətimi dəyişmək istəyirdim ki, yəni rəssamlıq akademiyasını bitirmiş idim, sənətşünas idim, incəsənətlə məşğul olmaq istəyirdim ki, psixoloq olan və professional bir təhsilim, diplomum olsun ki, bu sahədə başlayım, necə deyərlər, məşğul olmağa. Və əzizlərim, həmin ərəfələrdə artıq mən psixologiya institutuna daxil oluram Rusiyada, Krasnodar şəhərində və bu psixologiya, ruhaniyyət məktəbi tamamilə məni oyatdı və belə deyək, yeni bir rənanı gətirdi ortaya. Harda ki, mən bu institutda ilk öncə olaraq belə deyək, öz üzərimdə işləməyim, özümü şəfalandırmağım, özümün belə deyək, ruhani bir oyanışım, arınmam, içimdəki egolardan çıxmaq, yəni mənim üçün asan olmadı, zarafat olmadı, necə deyərlər, bütünlüklə sıfırlanma və yenidən bir növrəni, belə deyək, qurma məqamı gəldi. Bu mənim belə deyək, yəni ruhani, spiritual yolumdur ki, bunun hər biri şamanizm anlayışıdır. Və şamanizm xəstəliyi anlayışına gələndə bu videomu silsiləli şəkildə eləyəcəm, çünki çox dərin bir mövzuda izlərim. Mənim artıq belə deyək də psixoloq kimi fəaliyyətə başlamağım və psixoloq kimi necə deyərlər insanlarla işləməyim və özümdəki artıq belə deyək də spiritual, ruhani bacarıqların oyanmağı ki, harda ki artıq mən insanların situasiyasını oxuyurdum, onların düşüncəsində olanları oxuyurdum, onların ruhunda, onların kənarındakı olan nə var, yüksək qüvvələrdən artıq onlara məlumat alınmağa başlayırdı, verilirdi və sonra isə artıq Ali Magiya Akademiyası yarandı. Və mənim Baliyə gəlməyim həmin ərəfələrdə, harda ki mən artıq belə deyək də şamanizmlə daha çox dərindən məşğul olmağa başladım və hətta Türkiyədə şamanizmlə bağlı müəyyən təlim var idi ki, təlimdə də iştirak etdim. Türk hocasından çox möhtəşəm bir bilgilər şamanizmlə bağlı belə deyək də açıldı. Və əzizlərim, Balidəki belə deyək də ikinci gəlişim 2023-cü ilin 9 iyunu mənim Bufo, belə deyək də Alvarius, böyük şaman, necə deyərlər, seremoniyası, hansı ki Ayahuasca'ya belə deyək, bənzər formada, belə deyək, yolculuqda. Bu, belə deyək, şamanistik ritual, harda ki sənin həqiqətən kliniki ölüm yaşamağın baş verir və sən həmin kliniki, yəni fiziki ölümdə də ruhani aləmdə artıq belə deyək də yenidən doğulmağın, orada oyanmağın, burada isə tamamilə ölməyin baş verir ki, harda ki mənim tamamilə belə deyək həyatım sıfırlandı. Yəni ki, belə deyək, ailə həyatı, pul, iş, ətraf, münasibət, yəni hər şeyə qədər ətrafın tamamilə sıfırlandı və sən tamamilə yeni bir belə deyək də ortaya çıxdı. Və təbii ki, bu dövrlər ilk öncə olaraq belə deyək də şaman xəstəliyi anlayışı nə deməkdir? Məhz şamanın belə deyək də ruhunun paramparça olmağı, ölməyi və yenidən doğulub geri dönüş anlayışı var ki, bu proseslərin hər birini mən belə deyək sizinlə anladaraq, deyək, indi də yaşadım, yaşayıram. Çünki yolculuq şamanizmdə daima belə deyək davam edən prosesdir. İstəyirəm ki, bu videonu belə deyək də şamanizm xəstəliyinin növbəti videosunda açılış olaraq sizə izah eləyəcəm ki, şaman xəstəliyində, yəni ən dərin məqamlar insanda nə baş verir ki, biz belə deyək də həmin o şamanın ruhunun yenidən doğuluşunu görürük, onun yenidən qayıdışını necə deyərlər görürük. Bu video silsiləli şəkildə olacaq. Mənim belə deyək şamancılıq necə deyərlər yolculuğumun başlanğıcında İlk öncə olaraq keçdiyim yolun anlatmaq istədim. Növbəti videoda isə sizə artıq şaman xəstəliyinin ən dərin səviyyələrini izah edəcəm. Magiya anlayışından nə cür şaman hər şeyi itirir və sonra yenidən əldə edir. Və bunu artıq belə deyək də yaşayan insanlar da var ki, bu belə deyək də xəstəlik bizim ruhumuzda artıq transmutasiya və transformasiyanın prosesləridir. Burada hər hansı bir güclü bir seremoniyanı keçirdib də bunu yaşamaq üçün ehtiyac yoxdur əzizlərim. Təbii ki, şamanlar bu seremoniyanı eləyirlər və bu seremoniyalarda da necə deyərlər ruhları dəyişim yaşayır. Amma məni izləyən bir çox insanlar var ki, yəqin ki, belə deyək də Bufo Alvarius olacaq texnikası da ki, Ayahuasca'ya bənzər olacaq.
Bununla maraqlanmağınızı xahiş eləyəcəm, öyrənməyinizi xahiş eləyəcəm ki, Amazon meşələrindəki olacaq, belə deyək də, qurbağanın tərindən kristallaşmış formada olacaq maddədir ki, DMT maddəsidir ki, hansı ki insanın ölüm anında, belə deyək, aktivləşir və insanın həmin o nurlanma məqamı yaşayır. Növbəti videoda sizə bunun ən dərin məqamlarını izah edəcəm əzizlərim.